Biz duyğularımızı necə doğru düzgün dəyərləndirək? Dediyimiz kimi duyğularımızı onun işarə etdiyi şeylərlə doğru və düzgün dəyərləndirək. Yəni duyğunun bir işarət sistemi olduğuna diqqət yetirək. Çox zaman insanın problemi bu zaman yaranır ki, insanlar xaricdən aldıqları, yəni ətraf mühitdən aldıqları bilgilərlə düşüncələrində yaranmış təsəvvür və fikirləri bir-birinə qarışdırırlar. Və bəzən real təhlükə olmayan bir şey insan düşüncəsində özü üçün bir təhlükə hesab edir. Və təhlükə varsa insanda qorxu hissi və ya qəzəb hissi yaranır, qəzəb duyğusu yaranır. Amma düşüncələrimizdə özümüz üçün qeyri-real yaratdığımız təsəvvürlər və fikirlər, qorxulu hadisələr və ya qəzəbli hadisələri canlandırmasaq, o zaman insanın bu düşüncələr əsasında mənfi emosiyası, mənfi hissi, mənfi duyğusu da yaranmaz. Amma yox, əgər biz duyğularımızın əslində tərif olunmuş düşüncələrdən yarandığının fərqinə vara bilməsək, o zaman bu duyğularımız həmişə bizi narahat edir. Duyğularımızı düzgün qiymətləndirə bilməsək və onun hardan və necə doğduğunu anlaya bilməsək, o zaman bu duyğular bizim həyatımızda xoşlamadığımız vəziyyətlərin yaranmasına səbəb ola bilər.